Ebola virusunun gələcəkdə xoşagəlməz faktlarla bizi üz-üzə qoymaması üçünsə Səhiyyə Nazirliyi bir sıra tədbirlər həyata keçirib, xüsusi palatalar və qaynar xətt yaradılıb. Təfərrüatı sıradakı materialda. Ebola virusu ilə bağlı Səhiyyə Nazirliyinin taun əleyhinə stansiyasında qaynar xətt xidməti yaradılıb. 012-530-32-13 nömrəli qaynar xətt 24 saat ərzində vətəndaşlara xidmət göstərəcək. Hər bir şəxs günün istənilən saatında hansısa narahatlıqla bağlı bu nömrəyə zəng vura bilər. Hərarətləri yüksək olan Ebola virusundan şübhələnən və bundan narahatlıq keçirənlər arasında qaynar xəttə müraciət edənlər də olub. Onlara bildirilib ki, yaxın 20-25 gün ərzində xaricdə olmayıbsa, xaricdən kimsə onların yanına gəlməyibsə, heç bir narahatlığa əsas yoxdur. Respublikamızda Ebola virusu xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Bununla bağlı Səhiyyə Nazirinin müavini, ölkənin baş sanitar həkimi Abbas Vəlibəyov, Ebola virusu xəstəliyinə qarşı profilaktik və epidemik tədbirlərin gücləndirilməsi, eləcə də bu xəstəliyin respublikamıza keçməsinin qarşısının alınması məqsədi ilə əmr imzalayıb. Artıq Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda müvafiq palatalar yaradılıb. Hər hansı hal aşkar olunarsa, şübhəli şəxslər ora yerləşdiriləcək. Görülən tədbirlər bununla da yekunlaşmır. Azərbaycan demək, risk qrupuna daxil olunan ölkə deyil. Ona görə də yalnız xəstəliyin gətirilməsinə qarşı tədbirlər görürük. Profilaktikasına dair bütün qabaqlayıcı tədbirlər görülübdür və hal-hazıra qədər də görülür. Dezinfeksiya işləri aparılır, fərdi mühafizə geyimləri tibb məsələlərinə paylanılıbdır, simptomatik müalicə aparmaq üçün dərman vəsaitləri və s. Son məlumatlara görə hazırda dünyada Ebola virusundan ölənlərin sayı 1000 nəfəri ötüb.